Salam, hər vaxtınız xeyir olsun yoldaşlar. Bu gün sizinlə tez-tez qəbul imtahanlarına da düşən və aktual olan suallardan olan IP ünvanları haqqında danışırıq. Əvvəlcə görək, IP ünvanı nə idi? IP ünvanı internetə daxil olmuş hər bir kompüterə verilən ünvandır. Təsəvvür edin, IP ünvanı o qədər çoxdur ki, yer üzündə olan əhali sayla 3-4 dəfə çoxdur. İndi baxaq, IP ünvanı necə olur? IP ünvanı 4 oktetdən ibarət olur. 4 oktet. Sonra 3 nöqtədən ibarət olur. 4 oktet və 3 nöqtə olmalıdır. Və oktetlər arasındakı qiymət 0 ilə 255 arası dəyişməlidir. Məsələn, yəni 256 olsa biz bunu yanlış götürəcəyik. Və başqa bir şərtimiz ondan ibarətdir ki, heç bir oktet 0 ilə başlaya bilməz. 0 ilə başlamaq olmaz. İndi gəlin nümunəmizə baxaq. Birinci IP ünvanı doğrudur, yoxsa yanlışdır? Birinci oktetimiz, ikinci oktetimiz, üçüncü oktetimiz yerindədir. Amma sonuncu oktetimiz nədir? 265. Biz demişdik ki, 255 arası qiymət almalıdır. Deməli, birinci IP ünvanı yanlışdır. İkinci IP ünvanına baxaq. İkinci IP ünvanımız şərtləri ödəyir. Doğrudur. Üçüncü IP ünvanımız, fikir versəniz, biz demişdik ki, 4 oktet və 3 nöqtə olur. Bəzən hər zaman bunu yoldaşlar qarışdırır, sonda nöqtəyə fikir vermir. Baxın, IP ünvanında neçə nöqtə var? 4 nöqtə var. Ona görə bu yanlışdır. Dördüncüdə hər bir oktet öz yerindədir. Doğrudur. Beşinci, oktet neyniyib? 0 ilə başlayıb. Ona görə yanlışdır. Olmaz. Altıncıya baxaq. Demişdik ki, hər bir oktet 0 ilə 255 arası qiymət alıb. 4 oktet, 3 nöqtə. Bütün şərtlərimiz ödəndiyinə görə 6-cı doğrudur. Və 7-ciyə baxaq. Oktetlərdə 0 ilə 255 arası qiymət aldığı doğrudur. Ödənir. Amma baxaq görək, neçə dənə oktet var? 1, 2, 3, 4, 5. 5 dənə oktet var. Biz də demişdik ki, IP ünvanı 4 oktetdən ibarət olmalıdır. Ona görə də bu nədir? Yanlışdır. Doğru cavabımız oldu 2, 4 və 6.